COP29 çərçivəsində dayanıqlı və rəqəmsal orta dəhliz və onun hüdudlarından kənarda mövzusunda nazirlərin dəyirmi masası keçirilib. Bu yüksək səviyyəli dəyirmi masada nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması, qlobal tranzit şəbəkələrin gücləndirilməsi, karbon emissiyalarının azaldılması, əməliyyat səmərəliliyinin artırılması və çoxsaylı nəqliyyat modelləri və regionlar üzrə təchizat zəncirlərində dayanıqlığın yaradılması yolu ilə davamlı inkişaf məqsədlərinə dəstək verilməsinin ön sıralarında dayanır. Qeyd edilib ki, son geosiyasi dəyişikliklərdən əvvəl Azərbaycan artıq orta dəhlizin strateji potensialını tanımış və mühüm infrastruktura, o cümlədən 5 milyon ton tutumlu Bakı-Tbilisi-Qars dəmir yoluna və Bakı beynəlxalq dəniz ticarətinə fəal şəkildə sərmayə qoyub. Sərhəd prosedurlarının sadələşdirilməsi və dəhlizin rəqəmsallaşdırılması istiqamətində əlavə səylər davam etdirilir. Bugün orta dəhliz artıq ehtiyat planı deyil, mövcud qlobal transit variantlarını tamamlayan etibarlı və səmərəli yola çevrilib. Bu ilin sonuna kimi Azərbaycan ərazisində 200-dən çox blok qatarın keçəcəyi gözlənilir. Sübhan Şərif, İman İmanlı, APA TV.